Əgər ki şeirdən söz düşdü, mən xahiş eləyəcəm Fikrət müəllim, ürəyinizdən keçirsə poeziyanızdan hər hansı bir nümunəni bəlkə bir səsləndirəsiniz tamaşaçılarımız üçün. Sonra burada Laçın Məmişov da əyləşib, ondan da xahiş eləyəcəm ki, o da nəysə bir şeir payı təqdim eləsin tamaşaçılarımıza. Yəni istəyirəm bugünkü söhbətimiz həm o informasiyalarla, həm də ki bizim hörmətli şairlərimizin şeirləri ilə də bir zəngin olsun, gözəl olsun. Öz səsimlə şeirimi korlamaq istəmirəm. Sevmirsiniz səsləndirməyi. Amma yaxşılar Laçın elə. Bəlkə mənim şeirim. Olsun, niyə də yox? Mən tamaşaçılarımızı salamlayıram, studiyamızın qonaqlarını da salamlayıram. Açıqı mənim üçün böyük bir bu İtaliya səfərimiz onunla yadda qalan oldu ki, bu səfərə biz çıxanda demək, bütün bu yol yoldaşlarımızın hamısını ilk dəfə idi görüşürdük. Hardasa biraz kompleks var idi ki, Fikrət müəllim boyda dahi insanla yol gedirik, məsuliyyətdir bu bizim üçün. Amma Fikrət müəllim o qədər böyük insandır ki, elə şərait yaratdı ki, bizim üçün səhərsi günü bəlkə də elə bir təəssürat var idi ki, hardasa ən yaxın dostumla bir yerdəyəm. İndi şeirdən söz düşmüşkən, Fikrət müəllim boyda dahinin qarşısında biraz çətindir mənim üçün şeir demək. Yox, Fikrət müəllim, o bilirsiniz necədir? Siz mənim gözümlə özünüzə baxsınız, bilərsiniz ki, mən düz deyirəm. Hardasa mənim üçün böyük məsuliyyətdir ki, mən şair deyirəm, şairliyə iddialıyam. Şair isə Fikrət müəllimdir. Yaxşı olar ki, elə Fikrət müəllimin şeiri ilə başlayar. Şeirin adı nədir? Vals şeiridir. O vals şeirini demək, konservatoriyada məşq vaxtı David orada demək, pianoda müşahidə eləyirdi. Fikrət müəllim başladı oxumağa. O şeirin ritmindən mən neçə gün çıxa bilmədim. Elə bütün yol boyu o şeir elə səslənirdi. Bakıya da gəlib çatan kimi tapdım o şeiri, oxudum. Açıq utandım ki, mən Fikrət müəllimin o şeirini bilmirəm bu günə kimi. Tapıb oxudum. Sonra bir demo versiyasını hazırlamışam onun. Fikrət müəllimin özünə də göstərdim. Xoşuna gəldi çox. İndi istəyirəm elə həmin o... Məmnuniyyətlə. Valsdır da şeir. Şeirin adı Valsdır, o şeiri səsləndirim. Məmnuniyyətlə bizim də qulağa sağ dinləyək. Bu səsrəyir. Otaq fırlanır, tavan fırlanır, zaman fırlanır, yaman fırlanır, damarlarımda alqan fırlanır. Ayaq yorulmaz, vals, vals, vals. Mənim başımda dəli fikir tək. Yerin başına fırlanır külək. Fırlanıram mən, bu yer fırlanır. Ürəyimdə bir şeir fırlanır. Deyir məni yaz, deyirəm olmaz. Fırlanıram, vals, 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 əldə piyaləm. Musiqi xoşdur, yer də sərxoşdur, göy də sərxoşdur. Fırlanır aləm, sərxoş olur qəm. Ha bir də, vals olan yerdə, başsız da keçər, ayaqsız olmaz. Fırlanıram, vals, vals, vals. Çox sağ olun. Təşəkkür edirik Laçın bəyə və Fikrət müəllimə sözsüz ki, bu misralara görə.